məktəbdə oxumuşam. Hal-hazırda özünü də çəkilmiş var. Şəhidimizin, bu məktəbdə oxuyan uşağın, şəhidin adına olan məktəb. Bu məktəbdə oxumuşum, uşaqlarımı da bu məktəbdə oxuyub. Bu meydançıda, bu parkda böyüdülər, bu meydançıda, burada səhərimizdə gəliblər. Bizim tanımadığımız, adın, ünvanın bilmədiyimiz adamlar tərəfindən İcra Hakimiyyəti Elnur müəllimə də müraciət eləmişik. Elnur müəllim deyib, mən cəmaatın yanındayam, əhalinin yanındayım. Amma bu torpaqları qabaqlar o vaxt satırlar. Bir əhalinin konstitusiyada qanunlarına da əsasən orada yaşayan insanların marağı görülmədən, yəni onlardan soruşulmadan mənə qəribə gəlir ki, bu gün parkdır, saymışıq burada. 23 lira akasiya ağacı, dərmandır, oksigen verən ağacdır. 23 akasiya ağacı bu park içində. Bütün bax burada da akasiya, yolka ağacları, çok yaşıllıqlar, belki burada da bir 30-40 ağac var. Yəni ümumilikdə 50-60 ağac olan bir ərazidir, parkdır, kiçik bir mini balaca bir parkdır. Burada uşaqlar, körpə uşaqlar, bu məhəllə, arxa tərəflər belə də çəkir. Bu qonum qoca Heydər Əliyev, Ulu Öndərimiz Heydər Əliyev adına olan prospektdir. Bax bu evlər, bu ərazidə yaşayan cəmaatın, körpə uşaqlarının bir balaca meydançası belə qalmayıb. Yaşlı qadınlarımız, əhali var, yaşlı kişilər var, uşaqlar var. Bitki çıxıb oksigen udmaq üçün, nəfəs almaq üçün bir yer qalmışdı. Bunu da bizim xəbərimiz olmadan gəlib hasarlayıblar, bağlayıblar ki, bura satılıb, bura alınıb. Qardaş, biz bilmirik ki, neyniyik? İcra Hakimiyyətinə getdik, Elnur müəllim də dedi ki, mən sizinlə razıyam, amma məndən qabaq bu arılar satılıb, biz bura heç bir gün müdaxilə edə bilmirik, məhkəməyə müraciət olunmalıdır, bəlkə məhkəmə buna əncam çəkər. Ondan sonra şəhər soveti Emin müəllim gəlib, hətta Emin müəllim buradan bunları qovub, bizimlə bir yerdir, yəni ki, deyib çıxın gedin, buranı qazmaq olmaz, çıxıb getiblər, 2 dəfə, 3 dəfə qoymamışıq. Amma sonradan polis də hətta gəldi ki, bunların sənədi var, biz buranı cəmaatın işinə mane ola bilmərik. Ona görə də biz də qaldıq belə, neyniyik, nə çarə qılaq? Allah rızasına da, yəni körpə uşaqların sağlamlığı üçün, yaşlı insanların bu təmiz havada, bax, yaşıl ağaclardır. Bu ağacları yetişdirmək üçün ekologiya rəhbərliyi də Şimal zonasının böyüyü, ekologiya rəhbəri Zəfər müəllim də bilir, xəbəri var, Mahir müəllim gəlib bura sayıblar ağacları, onların da xəbəri var. Hamısının xəbəri var, biz məlumat vermişik, amma biz də bir vətəndaş olaraq, bu rayonun cəmaatı olaraq xahiş edirik ki, bizə kömək edin. Biz yuxarı vəzifəli insanlardan da kimlərin buna yəni məhkəməyə mi, ya prokuratura mı, ya hansısa bir prezident administrasiyası mı, kimsə bizə kömək edə bilirsə, kömək eləsin, xahiş edir ki, bu yaşıllığı əksinə bir 5-6 dənə oturacaq qoysunlar, skameyka qoysunlar, yaşlı insanların istirahət mərkəzi olsun. Heç bilmirik nə tikəcəklər, ağacları, bu ağacları heç insafdandırmı, yəni bir belə ağacı kəsib kökündən çıxartırlar. Adda qoyacaqlar ki, yer değişmə edirik, çıxaracaqlar traktorlarla gəlib aparıb, parası qoyacaqlar, qurutacaqlar ağacları, yerində də nəsə tikəcəklər. Bir belə yaşlı insanlar da qalacaq belə. Xahiş edirik, kömək edirik. Hansı bir köməyimizdə edə bilirsə, çox minnətdar olarıq. Gecəylə tutmuşuq həmin adamları, buradan 4-5 ağacı, bax bu akasiya ağacının qabı, hələ bu biri akasiya ağacı var, o yarıyacan kəsilib. Yarıyacan kəsilmişdi, ondan da bu tərəfdəki də bax kəsilən ağaclar var. Köklərini də açıb göstərəblər burada. O torpağın altı buralarda köklər var. Kəsib ağacları atmışlar. Gecədən biz gəlib çıxıb, ondan sonra polis gəldi, onlar apardı, gəlmə olundu, olunmadı, bilməm, ekologiyada gəlmişdi. Ondan sonra neçə illərdir buralarda sakitçilik edir. Yenə gəldilər, bağlayırlar, gəlirlər, vallahi qalmışıq belə. Xahiş edirik hansı müvafiq orqanlardan, yuxarıda yerləşən bu işlərdə nəzarət edən insanlardan, Ekologiya Nazirliyindən. Xahiş edirik, imkan verməsinlər ki, bu gün balaca bir gözəl yaşımlıq hayıf olsun, məhv olsun geçsin. İnsanların yenidən, yəni istirahət mərkəzində versinlər. Bir balaca skameykalar, 5-6 skameyka qoysalar, gözəlmədən həm də məktəbimizin qabağıdır. Baxın, həm də bax, şəhidimizin adına olan məktəbdir. Məktəbin qarşısında körpə uşaqlar valideynindən gözləmək üçün gəlib aparmağa, çıxıb bu ağacların kölgəsində dayanırlar. Bu ağacların kölgəsində dayanırlar. Müəllimlər özləri, prosta müəllimlər dinə bilmirlər, işdə olan adamlardır, biz də onları başa düşürük. Amma müəllimlərin də özlərindən məsləhətlərdə çox təəssüflüklərini bildirirlər ki, bu park hayıf olunur, zəbt olunub, bağlanılıb. Xahiş edirik, bir köməkliyimiz deksin. Azərbaycan Respublikasının vətəndaşıyam. Xaçma şəhərində burada yaşayıram, Vağzal küçəsində yaşayıram. Bu küçəni də hamımız tanıyırıq ki, Ulu Öndərin adını daşıyan küçədir. Heydər Əliyevin adını daşıyan küçədir. Bu küçədə də ki, bir neçə yerdə yaşıllıqlar var. Bu yaşıllıqları kimlərsə marağındadır. İstəyirlər bunlar da məhv olsun, satılsın, nəsə bitsinlər.
xüsusilə əlimlə göstərdiyim bu yer. Hələ Bunun bu tərəfi. Bunun qarşısında məktəbdir. 3 Şəhidin nömrə. adına. 3 nömrə məktəbdir. 3 nömrə məktəbdir. Bu məktəbin ətrafı yaşıllıq olmalıdır. Uşaqlar nəfəs alır. Zəhərli havadan təmizlənirlər. Bura tutulursa, əgər burada məqsəd görülübsə, kim isə görübsə məqsəd ki, burada nəsə tikməlidirsə. Niyə? İkincisindən də çox maraqlıdır. Bura icra aparatından da gəlib baxıblar. Şəhər meriyyəsindən də gəlib baxıblar. Deməli, dövlətdən qorxmur bu adamlar. Çəkinmirlər ki, buranı bağlayıblar. Qorxsaydılar bu orqanlardan, bizim yerli xaçmaz orqanlarından, onlar birsə yaxınlaşır. Bir dəfə onlar dedikləri kimi bura gəlməməlidirlər. Ancaq gəliblər, heç kim də saymırlar. Nə burada bunun qarşısını almaq istəyən vətəndaşları saydılar, nə bizi, nə məktəbi, nə ulu öndəri. Hansı ki, onun adını daşıyır bu küçə. Hə, başqa nə demiyorlar burada? Hər hansı bir adam üçün. Mən neçə gün bundan əvvəl icra nümayəndəsi burada ola dedim ki, əlin kəsər əsl xaçmazlı. Burada tikməz, satmaz bu torpağı. Ancaq kimlərisə vecdə də deyil. Qoy onsu tikindir, pul qazansın. Başqa şey yox. Belediyenin idarəsi bu deyil bu. 50 metr, 20-30 metrdə ara. Belediye görmür ki, ya. Kimindir bu torpaq? Belediyenin deyil, onda icranındır. Xaçmaz rayon icra aparatında. Onlar baxırlar. Bəs onlar görüblər, bilirlər. Niyə icazə verirlər? Niyə? Ağac da kəsin. Hə. Ağac da kəsiblər. Yoldaşların göstərdiyi kimi ağac. Halbuki ekologiya nümayəndələri gəldi, ağacları da saydılar ki, olmaz. Ha, bu vaxta kimi buna qədər nə eləyiblər? Biz indi bilmirik, maraqlanmamışıq, eləməmişik, kimlərsə eləyib. Ancaq indi istəmirik ki, buradakı yaşıllıqlar məhv olsun. Çıxırıq, otururuq, dincəlirik, söhbət edirik. Xüsusilə biz yaşlılar heç olmasa günümüzü görmüşük, dövranımızı sürmüşük. Ancaq bu məktəblilər birinci sinifdə oxuyan, 2-də, 5-də, o birisində axı onlara təmiz hava, yaşıllıq lazımdır. Şava burada nəsə olacaq, heç kim də bilmir. Nə ola bilər burada? Məlum deyil. Bu qədər. Hər bir insan da bilir, Xaçmazı sevən hər bir insan, Xaçmazı sevən, bu respublikasını sevən hər bir insan buna qarşı, belə şeylərə qarşı mübarizə aparmalı.